Əli xanım, deməli, suallardan danışmışkən, sualların bəzi ekspertlər bildirirlər ki, suallar səthi və mexanikadır. Müəyyən ekspertlər deyirlər ki, bu suallar çətindir, tapmacadır. Qəsdən bu sualları verirlər. Müəyyən ekspertlər deyir ki, bu suallar səthidir. Onu da deyim ki, həmin o testin, o test hansı ki, imtahana getməlidir. 100 sual, 120 sual, müxtəlif imtahanlarda 80 sual. Onun strukturu texniki tapşırıqla müəyyənləşir və sadə, orta və çətin suallar var hər bir testdə. Və olmalıdır. Sadə də olmalıdır, orta da olmalıdır, çətin də olmalıdır. Nə ilə narazıdırlar? Bu testin ümumiyyətlə mahiyyəti ondan ibarətdir ki, hər bir sahədə biz uşaqları bir-birindən fərqləndirmək üçün alət olsun. Bu bir alətdir. İnsanların bacarığına görə, insanların biliyinə görə, insanların səriştəsinə görə bir-birlərini biz ayıra bilək. Və bunun demək asan da olmağı, tam bütün variant asan da olmağı onlar bilə bilməzdilər. Biz hər il 12 nömrəli abituriyent jurnalını buraxıb, bu ildə o çıxıbdır və onu orada qeyd edirik. Hansı sual çətin olubdur bu ilki abituriyentlərə? Çətin o deməkdir ki, 10%-dən aşağı nəticə göstəriblər o sualla əlaqədar. Sualın şərti çətinliyi, asanlığı və orta olmağı imtahandan əvvəl müəyyənləşir. Amma imtahan keçəndən sonra həmin toplu üçün kim imtahanda iştirak etmişdir? Real imtahanın çətinliyi, testin çətinliyi, asanlığı və orta olduğunu müəyyənləşdirir. Çünki biz görürük ki, neçə faiz buna cavab veribdir. Bu sənəd heç cürə yalan danışa bilməz. Çünki bu statistikanı 50 mini təzədən heç kim imtahandan keçirə bilməz. Bu faktlar əlimizdədir. Və demək olar ki, 100% bizim əvvəlcədən müəyyənləşdirdiyimiz o dərəcə sadə, orta və asan, çətin həmin o statistika ilə özünü təsdiqləyir. Təsdiqləməyəndə biz bunu müzakirəyə çıxardırıq və müzakirəyə biz müəllimləri dəvət edirik. Həmin fənnin müəllimləri niyə bu sadə suala belə cavab veriblər? Niyə bu sadə sual çətin kimi işləyibdir? Nələr müəyyən olunurdu? Yenə də müəyyən olunurdur ki, bu mövzu ilin axırında keçmişdi və əsasən müəllimlər onu izah etmirlər. Deyirlər, ev tapşırığı verirlər, gedin onu öyrənin evdə. Ona görə də o mövzuya aid olan sual düşəndə pis cavab verirdilər. Belə hərdən müəyyən olunur ki, dərslik dəyişibdir deyə bu mövzunu demək təkrar etmək üçün mənbə olmayıbdır. Bu müxtəlif səbəbləri biz araşdırırıq, bilirik və mən həmişə onun tərəfdarıyam ki, tarixçilər tarixçilərlə, riyaziyyatçılar riyaziyyatçılarla, fiziklər fiziklərlə elmi müstəvidə müzakirə aparsınlar. Elə-belə söz atmaq ki, bu çətindir, bu asandır, bu sözün arxasında durmaq lazımdır. Rəqəm biz qoyuruq. 12 nömrəli jurnalın biz ictimaiyyətə təqdim eləyəndə bu il mən bunu elan etdim ki, kim istəyir bu müzakirələrdə iştirak etsin. Bizdə həmişə açıq seminarlar var idi. İndi düzdür, axır dövrdə bu pandemiyadan sonra biz bu seminarlardan biraz uzaqlaşırdıq ki, onlayn olsun. Mən bu il isə həmin bu seminarları canlı şəkildə keçirmək üçün elan etdim ki, mən bura gəlməmişdən əvvəl mən baxdım statistikada 165 nəfər həmin o elmi müzakirələrə yazılıbdır. Mən buna çox şad oldum. 165 kifayət qədər yaxşı rəqəmdir. Amma baxıram ki, hansı demək təhsili olan insanlar var və harda işləyirlər. Əksəriyyəti adi məktəb müəllimidir. Onların arasında mən çox az gördüm o insanları ki, bir-ikisini gördüm ki, onlar özlərini ekspert kimi ictimaiyyətə təqdim edirlər. Gəlsinlər. Bu meydan, bu da sən. Gəlin, elmi müzakirədə iştirak edin. Baxın həmin o rəqəmlərə, bizim dəlillərimizə. Siz də deyin ki, məsələ nədən ibarətdir? Biz bu müzakirəyə açığıq. Təəssüflər olsun, həmin jurnalın içindən hansısa mətnləri çıxartmaq, bu rayon birincidir, bu rayon axırıncıdır.
nə isə bu formatda təqdim etmək çox təəssüflər olsun medianın xəssiyyətidir.